Gəlin, iqlim dəyişikliyini çox fəsilli, böyük bir hekayə kimi düşünək. Bəzi fəsilləri təbiətin özü yazıb, həm də milyonlarla il ərzində. Amma bu hekayənin bir də çox yeni, çox fərqli bir fəsli var. Bax, bugün biz məhz bu fəsilləri birgə vərəqləyəcəyik. Yaxşı, gəlin lap əsas sualdan başlayaq. Hazırda gördüyümüz bu dəyişikliklər planetimizin onsuz da mövcud olan təbii ritminin bir hissəsidir, yoxsa burada tamamilə yeni, fərqli bir qüvvə işə qarışıb? Bu sual bütün söhbətimizin mərkəzində dayanacaq. Yol xəritəmiz də çox sadədir. Əvvəlcə planetimizin öz təbii dəyişkənliyinə, onun o möhtəşəm dövrlərinə baş vuracağıq, sonra isə səhnəyə çıxan insan amilinə, yəni bizə və bütün bunların bugünkü nəticələrinə baxacağıq. Və beləliklə, ilk bölməmiz, bilirsiniz, iqlim dəyişikliyi sadəcə bugünün mövzusu deyil. O, planetimizin tarixi qədər köhnədir və onu idarə edən iki əsas, böyük qüvvə var. Deməli, məsələnin kökü budur. Bir tərəfdən kosmik və geoloji proseslər kimi təbii qüvvələr var, digər tərəfdənsə bizim, yəni insanların fəaliyyəti. Hər ikisi də planetimizin iqliminə birbaşa təsir edir. Gəlin əvvəlcə təbiətin öz roluna, onun möhtəşəm hekayəsinə nəzər salaq. İndi isə zamanda biraz geriyə, həm də çox geriyə gedirik. Yerin geoloji tarixi boyunca baş vermiş o nəhəng, yavaş-yavaş cərəyan edən iqlim dəyişikliklərinə baxırıq. Bu, sözün əsl mənasında milyonlarla illik bir hekayədir. Baxın, bu zaman cədvəli əslində planetimizin nə qədər dinamik olduğunu möhtəşəm şəkildə göstərir. Tarix boyu dəniz mərhələsi dediyimiz isti, rütubətli dövrlərlə quru mərhələsi adlandırdığımız soyuq, quraq dövrlər bir-birini əvəz edib. Və ən maraqlısı nədir bilirsiniz? Hazırda biz geoloji tarixin ən böyük dəniz mərhələsinin içindəyik. Bəs bu mərhələləri nə idarə edir? Əslində hər şeyi izah edən iki əsas termini var. Transqressiya, yəni dənizlərin irəliləməsi, istiləşmə deməkdir. Reqressiya isə əksinə, dənizlərin geri çəkilməsi və soyuqlaşma dövrü anlamını verir. Bunlar sanki yerin milyon illər çəkən təbii nəfəs alıb verməsidir. Bu iki mərhələ arasındakı fərq sanki iki fərqli planetdən danışırmış kimi kəskindir. Baxın, dəniz mərhələsində planet istiləşir, rütubətlənir, istisevən canlılar üçün sanki bir cənnətə çevrilir. Quru mərhələsində isə tam tərsinə, hər şey soyuyur, quruyur, buzlaşma başlayır və bu dəfə səhnəyə soyuğa dözümlü canlılar çıxır. Gəlin bu istiləşmə zəncirini addım-addım izləyək. Hər şey dənizlərin qurunu basmasıyla, yəni su sahəsinin artmasıyla başlayır. Daha çox tünd rəngli su səthi, günəş işığının daha az geri qayıtması deməkdir. Beləcə, planetimiz istiliyi sanki udur və bu da domino effekti kimi bütün iqlimi getdikcə daha da qızdırır. Və təbii ki, medalın o biri üzü də var. Dağlar yaranıb quru sahələri genişləndikdə planetimiz daha açıq rəngə bürünür və günəş şüalarını bir güzgü kimi kosmosa daha çox qaytarır. Bu da səthin soyumasına, iqlimin kəskinləşməsinə və nəticədə o məşhur nəhəng buz dövrlərinin başlamasına səbəb olur. Bura qədər milyonlarla illik təbii ritmlərdən danışdıq. Amma indi hekayəmizdə çox kəskin bir dönüş nöqtəsinə gəlib çatmışıq. Çünki səhnəyə yeni və çox güclü bir qüvvə daxil olur – bəşəriyyət. Xüsusilə də 20-ci əsrin ikinci yarısından sonra insan fəaliyyəti iqlimi dəyişirən əsas amillərdən birinə çevrildi. Bu təsirin isə ən vacib, ən çox danışılan hissəsi məhz istixana effektidir. İstixana effekti adı bəlkə mürəkkəb gəlir, amma məntiqi əslində çox sadədir. Təsəvvür edin ki, atmosferdəki bəzi qazlar planetimizin üzərinə sanki görünməz bir yorğan çəkir. Günəşdən gələn istilik içəri girir, amma bu yorğan onun kosmosa geri qayıtmasına mane olur. Nəticədə də yer kürəsi getdikcə isinir. Yaxşı, bəs bu istiliyi həbs edən, yorğanı toxuyan əsas qaz hansıdır? Baxın, cavab çox aydındır. Yanacaqları yandırdığımız zaman ortaya çıxan karbon qazı, yəni CO2, bütün istixana qazlarının tam 65%-ni təşkil edir. Açıq, aşkar liderdir. Beləliklə, hekayəmizin demək olar ki, son pərdəsinə gəldik. Təbii dövrlər, insan təsiri, bunların hamısını bildik. Yaxşı, bəs nəticə? İndi, bugün bu istiləşmənin təsirləri nələrdir və gələcəkdə bizi nə gözləyir? Hər şey rəqəmlərlə daha aydın olur, deyilmi? Bu, ilk kritik rəqəmimizdir. Təkcə 20-ci əsr boyunca planetimizin orta temperaturu 0,6 dərəcə artıb.
İlk baxışdan bu kiçik bir rəqəm kimi səslənə bilər, amma bütün planetin ortalama temperaturu üçün bu əslində çox böyük bir dəyişiklikdir. Və bu cəmi 0,6 dərəcəlik artım artıq öz real nəticələrini göstərir. Qütblərdəki buzlaqlar heç olmadığı qədər sürətlə əriyir, dünyanın bir çox yerində isə təbii fəlakətlərin həm sayının, həm də gücünün artdığını görürük. Bu keçmiş idi. İndi isə gələcəyə dair proqnoza baxaq. Və bu rəqəm açığı daha çox narahatlıq yaradır. BMT-nin hesablamalarına görə, əgər indiki templə davam etsək, bu əsrin sonuna qədər orta temperatur daha 4 dərəcə arta bilər. Bir neçə dərəcəlik dəyişikliyin əslində nə qədər böyük təsirə malik olduğunu anlamaq üçün yenə də keçmişə baxmaq kifayətdir. Cəmi 10-15 min il əvvəl bitən son buz dövrü bütün qitələrin simasını dəyişmişdi. Deməli, planetimizin temperaturu həqiqətən də çox həssas bir tarazlıq üzərində qurulub. Bəs bəşəriyyət bütün bunlara sadəcə baxırmı? Əlbəttə yox. Hələ 1979-cu ildən başlayaraq beynəlxalq səviyyədə bu problemi həll etmək üçün addımlar atılır. Bugün də əsas hədəf qlobal istiləşməni sənaye dövründən əvvəlki səviyyə ilə müqayisədə 1,5 dərəcədən çox artmağa qoymamaqdır. Bu, çox çətin, amma həqiqətən də həyati bir məqsəddir. Beləliklə, gəlib çatdıq planetimizin hekayəsinin bugünkü səhifəsinə. Təbiətin yazdığı yavaş və möhtəşəm fəsillər və bizim çox sürətlə yazdığımız bu yeni fəsil. İndi əsas sual budur. Biz bu fəslin sonunu necə yazacağıq? Bu hekayənin növbəti səhifəsini məhz bizim bugünkü seçimlərimiz müəyyən edəcək.